Herkese selamlar. Bugün Qarabağla qalib gəldiyin komandadan bir oyuncu al seriyasının 4-cü bölümü ilə sizlərləyik və gələn vaxtı mən 4-cü bölümə keçək. Qeyd ki, qrupun növbəti oyununda biz artıq Brügge komandası ilə qarşılaşırdıq. 4-cü tur çərçivəsində biz Belçikanın Brügge komandası ilə qarşılaşırıq. Gələn bu oyun üçün milliyyəti rəqibdən ala biləcəyimiz bir çox oyuncu var. Əgər qələbə qazana bilsək, bəli, bu baş tur və Brügge 2-0 hesabı ilə qalib gəldi. Brügge heyətindən gələn görək kim almaq olar. Bu komanda heyətindən ala biləcəyimiz futbolçular siyasətində Reveonian Andre Olsen var. O 81 overla sahibdir. Qapıçılar 77 over var. LB'də Zeyd Romero var. Mən kimi alacağım? Belə komandaya baxdığım zaman ala biləcəyim futbolçu Hans Vanaken də var əslində. Hans Vanaken də almaq olar. Yəni baxım heyəti tam olaraq görüm harda əskiyimiz var. Haraslin yerinə əslində 81 overlu futbolçunu almaq olar və cinahları əslində bir xeyli gücləndirmək olar. Elə mən də elə bir addım atacağım və bu futbolçunun birini kluba qatmış olacağım. Və Andreas Olsen qolumuzu heyətinə transfer edildi. Xeyirli uğurlu olsun dedik və bu futbolçunun transferindən sonra artıq keçək növbəti qarşımaya. Növbəti qarşımada Hajduk Spil komandası ilə qarşılaşırıq və gəlin bu oyunu simülyasiya edək görək hansı hesab qeydə alınacaq. Və Qarabağ Hajduk Spil oyunu simülyasiya etdik və Qarabağ rəqibinə 1-0 hesab ilə qalib gəlmiş olur Hajduk Spil'ə qarşı olan qarşımada. Bunların heyətindən kim almaq olar? Əslində yandafə xəttini gücləndirmək olar. Ona görə Ivan Rakitic var, amma Rakicin məncə yaşı biraz çoxdur. Ona görə onu hələ ki arxa plana atmaq olar deyə fikirləşirəm. Hücum xəttində futbolçular arasında Marka Livaja var. Qapı onsa eyni şeydir, RB-lər güclü deyil. Və mən Marko'nu almaq olar. Marko Livajanı gələn transfer edək. Avropa Liqasında gəldik artıq biz. Gəldik 8-də bir final turuna və 8-də bir final turunda isə Azi Alkmaar ilə qarşılaşırıq. Gəlin Azi Alkmaarla olan oyunu da simülyasiya edək. Qarabağ üçün evdə oynayırdı və evdə rəqibini 8-2 hesab eləməlidir. 8-2. Azi Alkmaar heyətindən kim almaq olar? 8-2 qələbənin ardından. Bu komanda heyətindən ala biləcəyimiz futbolçu belə baxıram ki, çoxdur bir futbolçu yoxdur. Ala biləcəyimiz oyuncular siyasətində. Sadəcə yandakı xəttində Sven Mijanas var və hələ ki heç kimi almayacağım və keçək növbəti oyunumuza. Və gəldi cavab oyununa. Bu dəfə Azi Alkmaarın yerindəyik və səfərdəki oyunda 10 nəfər qalan rəqibimizə qarşı oyunda 1-0 qələbə qazanaraq Avropa Liqasının 4-də 1 final turuna adımızı yazdırmış olduq. Gəldi biz Avropa Liqasının 4-də 1 finalda. Bu turda Almaniyanın Leipzig komandası ilə qeydlər ki qarşılaşırıq və gələn bu oyun üçün simülyasiya edək. Rafa Silva hesabı açır və ardından isə Baumgartner hesabı bərabərləşdirir və bu maç 1-1 hesabı ilə başa çatır. İndi isə gəlin keçək cavab oyununa. Və cavab oyununda və evdə rəqibimizi qəbul edirik. Bir-birinin cavab oyunu üçün gəlmiş Azərbaycanla Leipzig hesab açmışdı. Qarabağ Rafa Silva atdığı 2 gol sayəsində rəqibini 2-1 hesabı ilə məğlub edir. Və rəqibin heyətindən görə kim almaq olar? Leipzig komandasının heyətinə baxdığımız zaman mən onların qapıcısını almaq istərdim. Peter Gulaşçı var və Peter Gulaşçının klubun heyətinə transfer edəcəyi əslində Xavi Simons da var. Xavi Simons gənc bir oyuncudur və çox vacib bir oyuncu ola bilər bizim üçün. Onu da almaq olar. LV üçün Xavi Simonsu, eyni zamanda müdafiə xətti üçün də Will Orban var və Peter Gulaşçıdakı bizim qapı xəttimiz üçün vacib oyunculardılar. Amma belə baxdığım zaman mənim elə ala biləcəyim oyuncu sanki SB olacaq. Will Orban kluba transfer etmək olar. 80 overla sahibdir Will Orban və kluba kömək edə bilər. Qapıcı əslində yaxşıdır. Qapıcını sanki transfer etmək olar. Xavi Simonsu da sol cinaha istiqamətinə transfer etmək mümkündür. Amma biz Xavi Simonsu yox, mən elə ən yaxşısı Luis Openda əslində almaq olar. Luis Openda
Openda gələn kluba transferini tartışaq. 80 overa sahib bir hücumçudur Openda. Yoxsa şeyə bax. Əslində burada çox böyük bir ikiləmdə qaldı. Ya müdafiə xəttini qurban eləmirək ki, hücum xətti. Müdafiə xəttini, hücum xətti yaxşı əslində belə baxanda, sadəcə müdafiə xəttində biraz boşluqlar var. Bunu da mən Willi Orban'a doldurmaq olar deyə fikirləşirəm. Ona görə gəlin Willi Orban'a kluba transfer edək. Willi Orban klub heyətinə gördüyünüz kimi an etibarilə transfer edilmiş oldu və bu futbolçunun da transferindən sonra artıq klubumuzun heyəti biraz da genişlənmiş olur. Bu isə bizim hazırda son heyətimizdə gördüyünüz kimi, təbii ki, Rafa Silva'mızda belə kartı vardı olduğunuz üçün bu oyunda iştirak etmir. Onu da qeyd edim. Və biz isə bu videonu burada bitiririk. Videonun ardı gələcək 4-cü bölümə gəlməsi üçün isə kanala abunə olub videoları bəyənməyi unutmayın deyirəm. Hər sizlərlə sağollaşıram. Sağ olun, sağolun.